40.000 manat, bəli. 40.000 verirsən, sənə bir dənə yoldan 30 metr məsafədə, yola çox yaxın məsafədə kredit var. Əşyalı, tam əşyalı, bir dənə sənə 3 otaqlı ev verirəm. Həyətin ölçüsünə bax, çox genişdir də, yəni yaşayış üçün hər şey var, kommunalları var, mərkəzi kanalizasiyaya qədər var. Çöldə istəsən bura hamam sanuzə eləyə bilirsən, əldamı kimi də kombi otağı da çəninə qədər var. Kürsülüdür, yerdən alsın 8 daş kürsüdədir, padvalı var. Yəni qiyməti yaxşı, evin özü yaxşı. Yerləşmə yeri haqqında da məlumat verəmsə, Hökməli Qobu yolunda. Buradan gəldik. Qız baş. Koridordan gəldik. Koridor təmizləri gəldi. Bir dənə burada qəşəng, bir dənə zalı var. Bax, kombisi var. İçəridəki əşyalar qalmaq şərti ilə qiymət haqqında məlumat verib, sənə 40.000 manat verəcəksən ilk öyrəniş. Ümumi qiymət düşəcək sənə əşyalı 55.000. Amma nağd qiyməti əşyalı 52-51 belə bir şeydir. Əşyasız amma 49.000 manatadır. Yəni buradan gələk. Şu hər cürə qiymətə gedir də, yəni rahatlaşdır. Buradan da gəldi hamam sanuzeli, o da təmirlidir. Otaqların ölçüləri yaxşıdır. Əşyalı da sərf edərsiniz almalı. Yəni 1-2 gündə bu qədər əşyaya pul verməkdənsə, onu deyək, qoşa daşdır, kreditlərin istəsən ola bilərsən. 40.000 gəlib razılaşa bilərsən ilk ödənişdə yəsidən. Həməndən qabaq getsin otaqlara. Buradan da gəldi. Bir dənə də burada disko otağıdır. Bunun ölçüsü yaxşıdır. Qiymətinə görə yola yaxın olmağına görə və göz koridoru ilə genişdir. Wi-Fi keçidi var. Təmiz səliqəli isti evdir. Buradan da gəldi. Bir dənə burada qəşəng səliqəli mətbəxdir. Yəni bunun ölçüsü normaldır. Görürsünüz, mətbəx mobiliyyatı qalacaq üstündə əşyalı istəyirlərsə də əşyasız. Salon var.